Hamıya salam. Unreal Engine daxilində işıqlandırma dərslərimiz davam edir. Bugünkü dərsimizdə mühərrik daxilində işıq mənbələri arasında gördüyümüz Skylight adlı işıq komponentimizi öyrənəcəyik. Bu işıq komponentinin işləmə prinsipini, sazlamalar bölümündə yerləşən ən vacib parametrlərinə baxacağıq və sonda Skylight'ın istifadəsi ilə praktik bir nümunəyə baxacağıq. İlkin öncə Skylight adlı işıq komponentinin işləmə prinsipindən danışaq. Skylight ümumiyyətcə qlobal işıqlandırma ilə paralel işləyən işıq komponenti sayılır. Bu işıq komponentinin istifadəsində əsas məqsəd səhnədə istifadə olunan digər qlobal işıqlandırma mənbələrini bütün səhnə boyu bərabər şəkildə paylamaqdan ibarətdir. Misal üçün, hal-hazırda səhnədə gördüyümüz kimi Skylight adlı işıq komponentindən istifadə etmişəm və mən bu işıq komponentini nümunə üçün hal-hazırda deaktiv edirəm və gördüyümüz kimi işıqlandırma ani anda dəyişiklik baş verir və buradan da görə bilərik ki, Skylight adlı işıq komponenti səhnədə bütün işıqlandırmanı bərabər şəkildə bütün səhnə boyu paylamaq üçün istifadə olunan işıq komponenti sayılır. Gördüyümüz kimi bütün qlobal işıqlandırmaya təsir edir. Skylight'ın Details bölümünə nəzər salsaq, burada ilkin öncə Real Time Capture adlı parametri görürük. Bu parametrin köməyi ilə səhnədə istifadə etdiyimiz Volumetric Cloud, Sky Atmosfer və ümumiyyətcə Sky Sphere adlı xüsusi klassımız nəzərə alınaraq səhnədə işığın bərabər şəkildə paylanmağını real time'da əks etdirən bir parametr sayılır. Misal üçün, hal-hazırda bu parametri deaktiv edirəm və gördüyümüz kimi səhnədə işıqlandırma ani anda necə dəyişilir. Növbəti burada baxacağımız parametr Source Type adlı parametrdir. Lakin bu parametri istifadə etmək üçün mütləq şəkildə Real Time Capture adlı parametri deaktiv etməliyik. Source Type parametrinin köməyi ilə biz işıqlanma mənbələrini və yaxud da işıqlanma məlumatlarını iki müxtəlif mənbədən həyata keçirdə bilərik. Bu bölümü açdığımız zaman bizə iki seçim verilir. Burada SLS Captured Scene adlı bölüm seçilən zaman səhnədə ümumi işıqlandırma Skylight'ın köməyi ilə səhnədə hazırda yerləşdirdiyimiz işıq mənbələri əsasında həyata keçiriləcək. Lakin biz burada SLS Specified CubeMap adlı parametri seçdiyimiz zaman isə bizim bu bölümdə təyin edəcəyimiz xüsusi CubeMap xəritələr əsasında işıqlandırmanı səhnədə həyata keçirdə bilərik. Burada danışdığımız CubeMaplər xüsusi xəritələr sayılır. Daha doğrusu sadə dildə desək, xüsusi teksturalar sayılır. Hansı ki, bu teksturaların köməyi ilə səhnədə işıqlanacaq zonalar və əks olunacaq hissələr məhz bu danışdığımız tekstura əsasında həyata keçirilir. Mühərrik daxilində CubeMaplər ilə işləmək üçün istənilən internet resursu üzərindən bu xüsusi xəritələri yükləyib istifadə edə bilərik. Bu xəritələrə HDR xəritələr də deyirlər. Hal-hazırda ekranda Polyheaven adlı saytı görürük. Məhz bu sayt daxilində istənilən HDR xəritəni buradan yükləyib istifadə edə bilərsiniz. Sadəcə olaraq istənilən tekstura üzərinə klik edirik və burada teksturamızın ölçüsünü müəyyənləşdirə bilərik. Ölçümüzü müəyyənləşdirdikdən sonra sadəcə olaraq download düyməsinə klik etməklə bu teksturanı HDR şəklində yükləyib istifadə edə bilərik. Mühərrik daxilində CubeMaplərin işləmə prinsipinə nümunə olaraq baxacağıq. Növbəti burada baxacağımız parametr CubeMap Resolution adlı parametrdir. Bu parametrin köməyi ilə bizim burada istifadə edə biləcəyimiz CubeMaplərimizin ölçüsünü təyin edə bilərik. Lakin burada vacib bir məqam ondan ibarətdir ki, CubeMaplərin ölçüsü tam olaraq artırıb və yaxud da azaldılmalıdır. Misal üçün, burada hal-hazırda susmaya görə 128 görürük. Mən bura nümunə olaraq bir ədəd CubeMap təyin edirəm. CubeMap'i təyin etdikdən sonra ölçümü burada istəyə uyğun olaraq artırıb və yaxud da azalda bilərəm. Nümunə olaraq buraya 256 yazıram. Yəni buradan da belə başa düşürük ki, bizim burada artıracağımız dəyərlər gördüyümüz qiymətin tam özü qədər artılıb və yaxud da azaldılmalıdır. Misal üçün 128-dirsə, biz buraya istəyimizə uyğun olaraq 130 yazdığımız zaman fikir verirsinizsə, avtomatik olaraq mühərrik 256 dəyərinə bu dəyəri qaldırmış olur. Məhz buna görə də burada təyin edəcəyimiz rəqəmləri tam şəkildə artırmaqla və yaxud da dediyimiz kimi azaltmaqla həyata keçirdə bilərik. Digər bir vacib məqam bundan ibarətdir ki, burada təyin edəcəyimiz istənilən qiymətləri təyin etdiyimiz zaman xüsusi diqqətli olmaq lazımdır. Çünki CubeMap'imizin ölçüsünü burada Resolution parametrində artırdığımız zaman
Məntiq ilə bizim kub mapimizin keyfiyyəti daha da artacaq, lakin optimizasiya baxımından bu bəyənilən bir hal olmayacaq. Buna da xüsusi bir diqqət yetirmək lazımdır. Növbəti baxacağımız parametr Intensity Scale adlı parametrdir. Bu parametrin köməyi ilə səhnədə istifadə etdiyimiz Skylight adlı işıq komponentinin intensivliyini artıra bilərik. Light Color adlı parametrin köməyi ilə səhnədə ümumi işıqlandırmanın rəngini Skylight adlı komponentin köməyi ilə dəyişə bilərik. Misal üçün mən buradan istənilən rəngləri bu şəkildə təyin edə bilərəm. Lakin fikir verirsinizsə, burada işıqlanma zamanı Directional Light adlı komponentdə olduğu kimi ümumi işıqlanmaya demək olar təsir etmir. Daha doğrusu ümumi işıqlanmaya təsir etsə belə, rənglər daha yumuşaq şəkildə, səhnə boyu bərabər şəkildə paylanılır deməkdir. Misal üçün mən burada hal-hazırda qırmızı rəngi təyin etmişəm və gördüyümüz kimi səhnədə qırmızı rəng hiss olunsa da, bu birbaşa rəng olaraq deyil, işıq olaraq səhnədə biz bu effekti hal-hazırda görürük və digər rənglər də burada eyni qaydada işləyir. Digər parametrlər fikir verirsinizsə, bundan öncə öyrəndiyimiz işıq mənbələrində olduğu kimi burada da funksionallıq göstərir. Məhz bu parametrləri bundan öncəki dərslərimizdə ətraflı sizlərə izah etmişdim. Digər parametrlərdə ikinci dərəcəli, daha doğrusu sadə dildə desək, istifadə olunmayan parametrlər sayıldığına görə bu parametrlər haqqında sizlərə məlumat vermirəm. Misal üçün burada Editor Billboard Scale adlı parametr görürük. Bu parametrin köməyi ilə sadəcə olaraq səhnədə istifadə etdiyimiz Skylight adlı işıq komponentinin bu hissədə billboardunu görürük. Məhz parametrin köməyi ilə gördüyümüz kimi bu billboardun ölçüsünü buradan dəyişə bilərik. Dediyim kimi, ikinci dərəcəli istifadə olunmayan parametrlər olduğuna görə digər parametrlər haqqında danışmırıq. Skylight adlı işıq komponentinin ən vacib parametrlərini sizə izah etdim. İndi isə gəlin səhnədə Skylight'ın sıfırdan istifadə qaydasını öyrənək. Bunun üçün təbii ki, yeni bir xəritə düzəltməliyik. Burada yeni bir level əlavə etdikdən sonra daxil oluruq yeni səviyyəmizə. Daha sonra mütləq şəkildə All bölümünə keçid edirik. All bölümünə keçid etdikdən sonra Sky Sphere adlı xüsusi klassımızı səhnəyə yerləşdiririk. Daha sonra Directional Light adlı komponentimizi səhnəyə yerləşdiririk. Daha sonra istiqamətlənmiş işığımızı Sky Sphere adlı klassımıza mənimsətməliyik. Bunu sadəcə olaraq bu bölümdən seçməklə həyata keçiririk. Və son olaraq Skylight adlı işıq komponentimizi səhnəyə yerləşdirəcəyik. Lakin bu əməliyyatı icra etməmişdən öncə sadə bir landşaft düzəldirəm burada. Landşaftımızı da düzəltdikdən sonra səhnəyə hal-hazırda nümunə üçün 2 ədəd sfera yerləşdirəcəyəm. Bu sferaları buraya yerləşdirməkdə əsas məqsədim səhnədə edəcəyimiz dəyişiklikləri real zamanda görməyimiz üçündür. Sferalarımızı yerləşdirdikdən sonra həmin bu sferaların üzərinə xüsusi reflekt materialı əlavə edirəm və bir ədəd adi bir roughness material əlavə edirəm. Səhnədə işıqlanmanı və əks olunmağı aydın şəkildə görməyimiz üçün. Daha sonra səhnəyə dediyimiz kimi Skylight adlı komponentimizi əlavə edirəm. Və fikir verdinizsə, Skylight adlı komponentimizi səhnəyə əlavə etdiyimiz zaman səhnədə necə bir dəyişiklik baş verdi? Mən hal-hazırda Skylight'ımı yenidən buradan silirəm və daha sonra yenidən əlavə edirəm. Və burada sferaların üzərinə fikir versəniz, Skylight'ı əlavə etdiyimiz zaman artıq bizim atmosferimiz mövcud olsa belə birbaşa əks olunan səthlərdə bilinməyə başladı. Məhz bu səbəbə görə də dediyimiz kimi Skylight'ın köməyi ilə səhnədə ümumi qlobal işıqlandırmanı bərabər şəkildə paylayıb istifadə etmək üçün istifadə olunur. Daha sonra Real Time Capture bölümünü aktivləşdirmək istəsək, hal-hazırda gördüyümüz kimi bizə xəbərdar verici belə bir mesaj çıxır. Buradan da belə başa düşürük ki, səhnədə bizim üçün xüsusi bir digər vizual effekt lazımdır. Məhz bu vizual effektimiz Sky Atmosphere adlanır. Bunu isə buradan Visual Effects bölümündən bu komponenti tapıb istifadə edə bilərik. Gördüyümüz Sky Atmosphere adlı işıq komponentimizi sadəcə olaraq mouse'dan tuturuq və səhnəyə yerləşdiririk. Və artıq bu komponentimizi səhnəyə yerləşdirdikdən sonra fikir verirsinizsə, həm xəbərdar verici mesajımız buradan itdi, həm də səhnədə artıq işıqlanma necə bərabər şəkildə yumuşaq olaraq paylanmağa başladı. Digər bir nümunədə
Real time capture bölümünü deaktiv edirik və buradan xüsusi kub maplərdən istifadə edirik. Daha sadə dildə desək, xüsusi HDR xəritələrdən burada istifadə edək. Bunun üçün sadəcə olaraq bu bölümü açırıq və buradan istədiyimiz HDR xəritəni seçib istifadə edə bilərik. Misal üçün bu gördüyümüz HDR xəritədən istifadə edirik. Və gördüyümüz kimi bizim HDR xəritəmiz səhnədə işıqlandırmaya və reflection'a tətbiq olunmağa başladı. Lakin fikir verdinizsə, HDR xəritəmizi səhnədə tətbiq etdikdən sonra hal-hazırda atmosferimizdə heç bir dəyişiklik baş vermədi. Və buradan da biz belə başa düşürük ki, HDR xəritələr, yəni bizim hal-hazırda danışdığımız xüsusi kub maplər sadəcə olaraq işıqlandırmada və əks olunma məlumatlarında istifadə olunan xüsusi xəritələr sayılır. Kub maplərin işləmə prinsipinə gəldikdə isə, kub maplərimiz hal-hazırda ekranda gördüyümüz kimi bu prinsip ilə işləyir. Buradan da gördüyümüz kimi bu xəritələr kub şəklində olduğuna görə məhz kub maplər adlanır. Yəni hal-hazırda gördüyümüz bu şəkil kubun iki ölçülü fəzada açılışı deməkdir. Eyni ilə burada gördüyümüz teksturada da. Və dediyimiz kimi buradan da bu nəticəyə gəlmək olar ki, kub maplər vasitəsilə səhnədə yalnız və yalnız xüsusi işıqlanacaq zonalar və əks olunacaq hissələr sadəcə olaraq emal olunur. Yəni HDR şəkilləri burada təyin etdiyimiz zaman heç bir atmosfer görüntüsünü və şəkilləri biz burada dəyişmirik və sadəcə olaraq hal-hazırda səhnədə istifadə etdiyimiz Skylight adlı işıq komponentini aktiv və deaktiv etdiyimiz zaman ümumi işıqlandırmanın səhnədə necə dəyişdiyini biz şahidi oluruq. Ümumiyyətcə bugünkü dərsimizdə növbəti işıq mənbəyi olan Skylight adlı işıq mənbəyinin istifadə qaydasını, Skylight haqqında ümumi məlumatları mən sizə izah etdim. Bununla da işıqlandırma bölümündə olan bütün işıq mənbələri haqqında biz öyrənmiş olduq. İlərləyən növbəti dərslərimizdə mühərrik daxilində post emal haqqında öyrənəcəyik. Olduqca vacib və maraqlı bir bölümlərdən biridir. Bundan əlavə digər işıqlandırma effektlərini öyrənəcəyik və ümumilikdə işıqlandırma mövzusuna aid olan bütün məsələləri sizlərə izah edəcəyəm. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.